Uzun zamandır fitness, sağlamlıq və qidalanma ilə əlaqəli bir video gəlmirdi. Bu yaxınlarda bir yoldaşımızın yazdığı şərh ilə belə bir video çəkmək qərarını aldım. Yoldaşımızın dediyinə görə sağlam qidalansa da ara sıra çəki verə bilmirdi. Mən də bu gün bu mövzu üzərinə bir daha danışacağam. Bu dəfə daha analiz eləmişəm, daha detallı yazmışam. Sizlərlə bu gün onu müzakirə edəcəyik. Əgər çəki verə bilmirsənsə, çəki verərkən çətinlik çəkirsənsə, bu taktikaları elə. Bu taktikalar sayəsində mən 2 ayda 18 kiloya yaxın çəki verə bilmişdim. Əminəm sən də ən az 5-10 kilo verə biləcəksən. Mən Mehraz, kanalıma xoş gəldin. Əvvəla çəki verməməyinin ilk psixoloji səbəbi bahanələrin səbəblərindən böyükdür. Sən deyirsən ki, məsələn, mən yaya kimi, məsələn, dekabra kimi çəki verəcəm. Dekabra kimi 5 kilo verəcəm. Ancaq sən deyirsən ki, bunu yanvarda da versə olar. Sonra deyirsən ki, bunu fevralda da versə olar. Sonra deyirsən ki, o qədər də kök deyiləm. Sonra deyirsən ki, məsələn, orta çəkiliyəm, bir problem yaratmaz. Amma bir səbəbin çıxsa ortaya və sən məcbur qalıb çəki verəcəksən. Məsələn, getdiniz həkimə, həkim sizə dedi ki, məsələn, qaraciyərində piylənmə var. Şəxsən mənim çəki verməyimdən birinci faktor bu idi. Qaraciyərdə piylənmə var və bu ölüm riskinə qədər gətirib çıxarda bilər. Və nə bilim, sinifdə sevdiyin bir insan olar, həyatda sevdiyin bir insan olar. Onun yanına yaxşı yaraşmaq istəyirsən, ona görə baxımlı olmaq, özün də çəki vermək istəyirsən və ya əks cinssənsə, qadınsansa, eynisi kişi üçün də keçərlidir. Çəki vermək istəyirsən və ya sağlam, fit, gözəl görsənmək istəyirsən, ona görə çəki verə bilərsən. Və ya fitnessə başlamaq istəyirsən, ona görə çəki verə bilərsən. Əgər səbəblərin bahanələrindən böyükdürsə, çəki verməyin qaçınılmaz olacaq. Çalış bir bahanələrindən səbəblərini ayırd etməyə çalış. Bahanələrin nələrdir? Onları tapıb tam 12-dən vurmalısan. İkinci maddəmiz özünə qida cəhənnəmini yarat. Xolesterin, sağlamsız qidalar, sağlamlığa zərər vuran qidalar, bunları beynində şişirt, böyüt. Bunlar sanki zərərli bir maddəymiş kimi özünə empoze et. YouTube'dan aç, kilo verməklə bağlı videolara bax, kilo olmağın zərərləri, çəkili olmağın zərərləri, çəkili olmağın psixoloji və sosial fakt üzərində zərərlərini araşdır. Və ya artıq çəkili olmanın özgüvən əksikliyi, baxımsızlıq, asosiallıq, əks cinslə münasibətdə biraz arxaya durmaq və ya heç münasibət qurmama kimi şeylərlə müşahidə oluna bilər. Bunları araşdırıb özünə cəhənnəm yaratmalısan və bu səndən başlayır, bunu sən yaratmalısan. Üçüncü, özünə bir limit, vaxt qoyma. Nə olursa olsun özünə bir vaxt qoyma. Harasa qaçmırsan, harasa eləmirsən, çəki verəndə sənə mükafat verməyəcəklər. Ancaq məsələn yarışa falan hazırlaşırsansa o heç vaxt qoymalısan. Məsələn boks yarışı olsun, kickboks yarışı olsun, fitness yarışı olsun. Ona yarışdansa məcbur vaxt qoymalısan. Amma normal ortalama bir insansansa, bir tələbəsənsə, bir gəncsənsə vaxt qoymağa çox da bir gərək yoxdur. Amma bu vaxt qoymayacağın sənə çəki verməyəcəyin mənasına gəlmir. De ki, çəki verəcəm məsələn, bu ay çəki verəcəm. Məsələn, bu gün çıxdın tərəziyə, yazırdı ora 80.6 məsələn. Məsələn, olsun noyabrın biri 80.6 yazır. Sən noyabrın 30-u çıxdın, yazdı 77.5. 2 kiloya yaxın çəki vermisən. Aferin, bu ay qazanmışıq. Növbəti ay 77.5 idi, 77.4. Pis olma ki, çəki verə bilmədim, çəkini qoruya bildim. Bu da böyük bir şeydir. Məsələn, növbəti ay 5 kilo verdin, 72.4-ə düşdün. Növbəti ay belə-belə özündə müşahidə edəcəksən. Və ya dərzimetrəsi alıb bədən ölçümlərini də ala bilərsən. Bu ən çox fitnessdə istifadə olunur. Məsələn, qol ölçüsü, sinə ölçüsü, kürək ölçüsü alan zaman istifadə olunur. Amma sən də yağ miqdarının nə qədər azaldığını ölçə bilərsən. Dördüncü, şəkər və ucuz yağları qida rasionundan mütləq şəkildə çıxart. Bax, mənə deyə bilərsən ki, Mehraz, mən şəkərsiz yaşaya bilmərəm. Mehraz, mən yeməksiz, yağsız doya bilmirəm. Gəl sənə başa salım. Qədim zamanlarda bizim ata-babalarımızın yaşadığı dövrdə bizim bildiyimiz kimi pesok yox idi. Pesok deyirik də hal-hazırda. Şəkər yox idi. Biz almalardan, meyvələrdən, çuğundurdan və s. böyürtkənlərdən, yeməklərdən şəkəri əldə etməyə çalışırdıq. Duz da eyni qaydada. Bizə indi hal-hazırda duz və şəkər hal-hazırda paketlərdə satılır. Bunlar təbii üsulla şəkər qamışından alınma üsullar da olsa, bir çox şeylərdən keçir və artıq çəkiliyə səbəb olduğuna görə süni şəkər hesab edilir.
Ona görə şəkər mən də şəxsən sənin qədər, səndən də çox şəkər sevirəm, etiraf edəcəm. Şəkər ehtiyacını qarşılamaq üçün nə edə bilərsən? Ən çox bilirəm ki, şəkəri çayla içirsən. Bir qutu xurma alırsan, 3 manat 3 manat 50 qəpik civarı olmalıdır. Hər çaya bir dənə xurma istifadə etsən, yəni sənin işini 1-2 həftə görər. Şirniyyat alsan zaten bir günə yeyəcəksən, xurma alsan 1-2 həftə işini görəcək. Və ya xurma olmasın. Məsələn, normal bir vaxtındır. Telefonda, YouTube'da bir kinoya mı baxsan, bir filmə mi baxmırsan, bilmirəm. Canım şirin bir şey çəkdi. Sanki bir şirin bir şey olsun da mən onu yeyim. Meyvə al. Alma olsun, armud olsun, banan olsun, cavalı olsun, fərq etməz hansı meyvəni sevirsənsə. Onu alırsan, onu yeyirsən. Və ya nə bilim cips yeməyi çox sevirsən. Cips hər gün alırsan, filmə baxa-baxa cips. Yəni ağzında bir şey olsun da. Bu səfər bunu çərəzlə əvəz etməyə çalışsan. Fındıq, qoz, badam, meyvə qurusu, kişmiş, ağ kişmiş, qara kişmiş bunlardan istifadə edərək özünə bir çərəz hazırlaya bilərsən. Hər film seansında, hər kino seansında və ya dərs çalışmalarda həmin çərəzdən də istifadə edə bilərsən. Və keçdik yağ məsələsinə. Yağlar zamanı nəyə diqqət yetirməlisən? Çalış kərə və zeytun yağından istifadə et. İndi hal-hazırda bilirəm yağların qiyməti də çox bahadır, zeytun və kərə yağı biraz bahadır. Amma suda qaynadma ilə də, buxarlandırma üsulu ilə də yeməklər yeyə bilərsən. İndi mən aşpaz olmadığıma görə o yeməkləri bilmirəm, amma bizim evdə bişdiyinə görə buxarlanma ilə, su ilə qaynadılan yeməklərdə bir o qədər faydalı olduğunu və yağsız olduğunu müəyyən edirik. Məsələn, ala bilirsənsə zeytun yağı al, istifadə et. 1 qaşıq, 2 qaşıq zeytun yağı çox faydalıdır. Damarda xolesterin yığılmır. Çox faydalı bir yağdır, tövsiyə edirəm. Kərə yağından da az bir miqdarda səhər yeməklərində və ya qızartma yeməklərdə istifadə edə bilərsən. Əvvəla yemək yeyəcəksənsə, bunu da nəzərə al. Protein ağırlıqlı ye. Çünki əgər fitnesə gedirsənsə, məsələn, fitnesə gedirsənsə, protein ağırlıqlı ye, ya fitnesə getmirsənsə, o qədər də gərək yoxdur. Protein bir zülaldır, bədən üçün lazımlı bir funksional qrupdur. Proteinsiz həqiqətən də həyat mövcud ola bilməz. Protein ən çox nələrdə olur? Yumurta, pendir, belə şeylərdə, ağartı məhsulları, qatıqdır, süddür, belə şeylərdə proteinə daha çox rast gəlirik. Əgər fitnesə yeni başlayırsansa, bunu da daha çox müşahidə edirəm. Zaten 1-2 ay sonra buraxacaqsan. O protein qabını boş-boşuna almağına ehtiyac yoxdur. Sənin evində yetərincə protein var. Ha, bir də ətdə də yetərincə protein var. Ət qaynanmışını da tövsiyə edirəm. Digər maddəmiz bu səhvi etmə, çünki böyük fəsadları var. Sürətli çəki vermə. Sürətli çəki verən zaman həm əzələdən gedir, həm də bədəndə çatlaqlar əmələ gəlir. O çatlaqlar da ya əməliyyat üsulu ilə eləmək olur, ya da clean bulk üsulu ilə olur. Clean bulk'a mən başlayacağam və clean bulk'la əlaqəli də uzaq gələcəkdə bir videomuz olacaq da bu haqda. Xatırlasan çəkəcəm o videonu da. Yəni clean bulk eləmək zorunda qalacaqsan. Əgər maraqlı gəlsə girib araşdıra da bilərsən clean bulk'ı. Yəni sürətli çəki verməməyini tövsiyə edirəm. Yenə dediyim kimi hər videoda da deyirəm, yenə deyəcəm. Qidalanma üçün özünə bir alışqanlıq cədvəli düzəlt. Biz əvvəlki videolarda kitab, meditasiya, minnətdarlıq yazmışdıq. Bu dəfə isə bura qidalanma rejimini əlavə elədik. Bu gün sağlıqlı qidalandım, plus. Sabah sağlıqlı qidalandım, plus. Yəni, məsələn, bir gün qonaqlığa getdiniz və yağlı bir şeylər yedin, çıx qoyursan. Və gördüyün alışqanlıq cədvəldə sənə kömək edə biləcək. Və son əsas maddəmiz sadəcə çəki vermək məqsədin olmasın. Çəki verən zamanda idman zalına getməyini tövsiyə edirəm. Bir yandan həm kardiyo edə bilərsən, həm də əzələ yığa bilərsən, mövcud olan kütləni qoruya bilərsən. İdman zalına getməyini də şiddətlə tövsiyə edirəm. İdman zalına yeni başlayacaqsansa, idman zalı haqqında heç bir məlumatın yoxdursa, kanalda bir rəhbər videomuz var. İdman zalına yeni başlayanlar üçün bir rəhbər videomuz var. Bir də idman zalı haqqında bilinən yanlışlar haqqında bir rəhbər videomuz var. Onları bir playlistə yığdım. Elite Gym kursu deyə bir playlist. Bu videonu da ora qoyacağım. Playlistlər bölməsindən tapa bilərsən. Ora yükləmişəm. Ora idman, sağlamlıq, çəki vermə haqqında videolarını yüklədiyim bir playlistdir. Oradan həmin videonu izləyə bilərsən. Bəli, bu gün idman, sağlamlıq, fitness mövzularından çəki vermənin daha asan, daha rahat və daha lakonik üsulları haqqında danışdıq. Əminəm hər biriniz üçün faydalı bir video oldu. Əminəm dediklərimi not aldınız və videodan sonra da praktikaya tökəcəksiniz. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, salamat qalın.